Mama, necəsən? Şeydim, papanın başını vurmuşam. Dəli sən harda vurdun? Nə bilim, qırağını sürtdüm bilmədən. Başın sağ tərəfi itki yönündədir. Papayı necə deyəcəm bilmirəm. Göz sənin başı var. Şeylə, get birdən-birə demə ona. Yavaş-yavaş yumşalt onu, qoy biraz sakitləşdir, sonra dinlə. Yaxşı da. Papa necəsən? Sağ ol, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Bilirsən nə yadıma düşdü? Yadındadır mən uşaq olanda hər həftənin 6 bazar günü məni parka aparırdın gəzməyə. Hər yadımdadır. 5 yaşım var idi. 6 yaşıydın onda. İndi 26 yaşım var. Vaxt necə tez keçir deyirəm, hə? Uçur vaxt bala, uçur. Sonra şey olmuşdu, mən 1-ci sinifdə oxuyurdum, sən həyətdə işləyirdin ha, yadıma gəlir. Mən hasara dırmaşmışdım, sən xəbərin yox idi. Hasardan az qalsın yıxılırdım, sən tutdun məni. Hə, yadımdadır. Dinc dayanmırdın ki. Arada bir fikirləşim, kaş o gün səni tutmasaydım, necə olardı? Mənim 12 yaşım olanda mənə 1-ci velosipedimi almışdın. Məni sürməyi sənə öyrətmişdim. Döyə-döyə öyrətdim sənə velosiped sürməyi. Sonra da ki, ata başını vurmuşam. Başın sağ tərəfi yox, it günündədir başın. Hay Allah, neynəmsən sən? Arxa qapısını yolda çüp tapı bilmədim artıq. Bu oğlum, bu.